Sacaqlı qış günündə Ceyran Peçinin sponsorluğu ilə, Ceyran Peçinin xorultusu ilə bir video çəkim dostumun xahişi ilə. Gün çıxıb, amma dekorativni gün çıxıb, hələ belə yalancadır. Salyan əvvəl şəhər idi. Salyan indi qəsəbə tiplidir. Mənə inanmasan özün-özünə sual ver ki, Həmrəylik bayramı ilə, yeni ilə əlaqədar niyə görə bayram tədbiri keçirilmədi və yaxud da ki, yollar niyə bu gündədir? Qazıq-quzuq yaman gündə. Nəysə, özümüz yarama basmayayım. Bir dostum yazıb ki, belə ağıllı danışırsan, mən nə bilim ki, iqtisadi düzgün yoldayam, iqtisadiyyatımı düzgün qurmuşam. Deyirsən, həftədə bir yol gedib atasız qalmış uşağın qapısını açmaqla, oğlun itirmiş ağbirçəyin qapısını açmaqla sənin ruzun azalan deyil. Niyə görə? Çünki bütün bu həyat tiyatro. Ruzunu verən Allahdır. Sənin üçün ayda bir yol, həftədə bir yol biraz artıq getirir ki, görürsün, sən bunu neynəyəcəksən, necə xərcləyəcəksən? Ruzunu məhv eləyən sigaretdir, ruzunu məhv eləyən alkoqoldur, ruzunu məhv eləyən pivə setləridir, pozqazandır, əxlaqsız xanalardır. Yoxsa öz halal ruzundan gedib ürəyi yanmışlığından, reklam xarakterli olmadan, yanında selfie çəkdirmədən kiminsə qapısını açmaqla ruzun azalası deyil. Və mən yanında olmayanda da onu necə kontrol eləyə bilərsən özün. Əlini nə vaxt cibə atacaqsan, orada yetərincə pul olacaq. Özvə yetərincə daim pul olacaq. Sən pulu aparan sigaretdir, qanunda nikotinin miqdarı o qədərdir ki, gündə 3 manat hər gün sigaretə versin. Gündə olmasın, ayda eləsin 30 manat. 30 manata sən bir dənə yetim uşağı da sevindirə bilərsən. Öz balalarını da sevindirə bilərsən. Məsəl üçün, heç Allah xətrinə o yetim uşağın qapısını açma. 30 manat da yenə puldur. Amma sənin qanundakı nikotin xəstə deyəndə xətrinizə qədər. Siz xəstəsiz. Qanundakı nikotin məcbur edir ki, sən boğazından kesib 30 manat, 40 manat və nədən ki asılacağımız var, nədən ki asılıyıq. Onların qiyməti daim qalxacaq, mənim canım gözüm. Çünki sən onsuz qala bilmirsən. Sigaret satan tabako şirkəti onu dəqiq bilir. Sən ki, sigaretsiz gündə neçə də sigaret çəksən, ildə bu nə qədər, ayda satışı nə qədərdir. Və onun qiymətini daim qaldıracaq. Bu qədər.